Dostlar salam. Bu videoda sizə Honor X6 haqqında məlumat verəcəm. Qutu açımı ilə başlayım. Bu smartfonumuz yaşıl rəngdə. Onun altında sənədləri, sim yuvanı açan iynə və şəffaf qabrası olan qutu, Type-C USB naqil və 35.2 W'lıq sürətli yığan adapter başlığı qutu içərisindən çıxır. Honor X6C'nin önündə tək kamera və qulaq spikeri, üstündə kamera mikrofonu və sim yuvası, sağında səs və güc düymələri, barmaq izi buradadır. Altında spiker, Type-C giriş, mikrofon və qulaqlıq girişi, solunda əlavə qısa yol düyməsi var. Arxasında 2 kamera və tək flash işıq yerləşdirilib. Cihaz 2 nömrə və yaddaş kartı dəstəkləyir. Kənarları və arxası plastik materialdandır. 3 rəngdə satışa buraxılıb. Ekran 6.61 inç HD Plus 120 Hz TFT LCD paneldən ibarətdir. Smartfonun ölçülərini və çəkisini qeyd etmişəm. Honor X6C smartfonunun sistemi Android 15, arayüzü Magic OS 9.0'dır. Cihazın göstəricilərinə buradan baxa bilirsiniz. MediaTek chipset ilə istehsal olunur. Bağlantı bölməsində NFC və görüntünü TV-yə hava ilə ötürmə özəlliyi var. Əsas ekran bölməsindən menyunu siyirmə kimi edə bilirsiniz. Ekran 120 Hz dəstəkləyir. Smartfonda barmaq və üz kilidi mövcuddur. Batareyanın faiz göstərməsini buradan aktiv edirsiniz. Qısa yollar və jestlər hər Honor'da olduğu kimi eyni özəlliklərə sahibdir. Sümük sensoru mövcuddur. Sizə lazım olan özəllikləri buradan aktiv edə bilirsiniz. Smartfonu söndürmənin qaydasını izah edin. Yüz düyməsini sıxanda gəmi ilə açılır. Səs verən düymə ilə birlikdə basdıqda isə sönmə menüsü açılır. Sistem naviqasiyasını buradan üst düymə etmək olur. Əkiz proqram özəlliyi mövcuddur. Yəni, bir proqramın kopyasını yarada bilirsiniz. Kamera menüsündə geniş çəkiliş rejimi yoxdur. 2x yaxınlaşma var. Makro kamerada mövcud deyil. Video çəkiliş arxa və öndə Full HD 30 FPS-dir. Ekran eyni anda 10 barmaq toxunuşunu hiss edir. Sensorlardan işıq və yaxınlaşma sensoru mövcuddur. Kompas və jiroskop yoxdur. Yaxınlaşma sensoru artıq jestlə deyil, normal qaydada işləyir. Antutu benchmark nəticəsi aşağıdır. Soldakı qısa yol düyməsini basdıqda belə bir menyu açılır. Batareya 46%'dir. 10 dəqiqəni qoşub PUBG-yə daxil oluram. Honor X6C gücünü MediaTek Helio G81 Ultra'dan alır. Videoqrafik yaddaş Mali G52 MC2'dir. PUBG aşağı qrafikdə 45 FPS, orta qrafikdə isə 30 FPS-i dəstəkləyir. 45 FPS-i qoşub oyuna davam edirəm. RAM 6-8 GB, daxili yaddaş 128 və 256 GB ilə istehsal olunur. Oyun təcrübəmi izləyə bilərsiniz. So tired.
Oynarkən arada tutulmaları hiss edirdim. 10 dəqiqə tamamdır və 4% batarya sərf etdi. Zəif nəticədir. Belə bir batarya ilə 2 və ya 3% sərf etməli idi. Honor X6C-nin əsas kamerası 50, dərinliyi 2 və ön 8 megapikseldir. Çəkilən nümunə şəkillərə və videolara baxa bilərsiniz. Honor X6C modelində video çəkiliş zamanı səs yazma bu cür yazılır və video 10 dəfə yaxınlaşır. Honor X6C haqqında bu qədər. Qiyməti tarixa görə qeyd etmişəm. Növbəti videolarda görüşənədək. Hələlik.